Yalvarıram ki, sən Allah bu səsi Yox, ailə önəmlidir. Bunu orada nəyə işi var? Götür gəl Azərbaycan. Allah'a şükür daha Ailə gəldilər. möhkəm olduqdan sonra insan həyatda hər bir uğuru əldə edir. Sözsüz, əlbəttə. İndi Güllü xanımın da səsinin Gözəl. Yəni sevildiyinə görə xalq tərəfindən qərar aldım ki, Azərbaycana gələm. Yəni Orada Berlində hansısa bir Azərbaycanlının bir məclisi olanda olurdu, dövlət tədbirlərində tez-tez iştirak edirdi. icazə verirdiniz. Əlbəttə ki, mən o səsin qarşısını kəsə bilmərəm. Qurban olduğum cəzanın. Bir alqışlayaq. Valla. Rasim bəy bir alqışlayaq. İlk dəfə canlı efirdə Güllü xanımın həyat yoldaşını görürsünüz, əziz tamaşaçılar. Və təşəkkür edirəm Rasim bəy ki, bizə də yox söyləmədi, gəldi. Yox, getməyin, hələ bir suallarım var. Evdə yemək pişirirmi qardaş? Əlbəttə ki, hər bir şey yoldaşıyım. Der biz gedək onda. Niyə? Paltar ütüləmək, Hər şey. bacarır. Ev xanımına aid olan nə varsa yüksək səviyyədə hər şeyi bacarır. Maşallah. Hər şey bir kənar, bir Hətta xanım aldı, sevmədiyim bir ananın qızıyam. sayəsində sevmişəm. Misal, ən yaxşı yemək. Çiftlərdən heç xoşum gəlmir. Amma Güllü xanım bişirəndə yəni sevgi elədi. sevgi elədi. Bax, estrada ifaçıları var. Bəli. Pop ifaçıları var. Məsələn, Almaniyada olduğunuz zaman ən çox kimi dinləmisiniz? Azərbaycandan Bəli, Azərbaycan üzrə bəli. ən çox dinlədiyimiz Zülfiyə xanım olubdu, Babayeva, Röya xanım olubdu. Yəni bu insanları çox dinləmişik. Nəsimi olubdu hal-hazırda. Bəli, indi Röya Ayxanla bərabərdir. Bəli. Məsələn, evdə ev işləri gördüyü zaman ən çox hansı mahnını oxuyur, bayaqda muğam oxuyur? Elə birisi var yoxsa? Seycaqları çox oxuyur. Necə? Seycaqdır, gecələr mahnısını çox oxuyur uşaqlar bilir. Evdə zümzümə elə